Elementləri sayı bərabər olan A və B çoxluqları verilmişdir. Və bizə şərtdə verilib ki, A və B çoxluqlarının ortaq elementləri sayı 6 dənədir. 5 vur n B çıx A bərabərdir 2 vur n A birləşir B olduğuna görə, o zaman yalnız B-yə məxsus olan elementləri 2x desək, o zaman A və B-nin birləşmədəki elementləri sayı 5x olacaqdır. Bu 5x-ə bərabərdir. A və B çoxluqlarının elementləri sayı bərabər olduğuna görə, yalnız A-ya məxsus olan elementlər də 2x olacaqdır. Onda yaza bilirik ki, 2x üstəgəl 6 üstəgəl 2x bərabərdir nəyə? 5x-ə. Buradan da x bərabərdir neçə alırıq? 6. Bizdən soruşur ki, B çoxluğun elementlərin sayını tap. MB nəyə bərabərdir? 6 üstəgəl 2x, 6 üstəgəl 12, bu da bərabərdir 18 alırıq.